Salam. Çox önəmli bir neçə ayətlə davam edirəm. Sad surəsinin 67-68-ci ayətləri. De ki, o Quran çox böyük vacib bir xəbərdir. Siz ondan üz çevirirsiniz. Fusilət surəsi 2-4-cü ayətlər. Ərəbcə bir Quran, müjdələyici və xəbərdar edici olaraq bilən bir cəmiyyət üçün ayələri izahlı olaraq açıqlanmış, bölmə-bölmə ayrılmış, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən, əngin mərhəmət sahibi Allahdan endirilmiş bir kitab. Buna baxmayaraq onların çoxu üz çevirirlər. Artıq onlar qulaq asmazlar. Əhqaf surəsi 12-ci ayət. Bax budur, bu Quran da şərik qoşaraq səhv öz zərərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq, gözəllik edənləri müjdələmək üçün ərəb dilində ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır. Və Rum surəsinin 52-ci ayəsi. Sən ölülərə eşitdirə bilməzsən, o dəvəti üzlərini çevirib gedərkən karlara da dinlədə bilməzsən. Çox möhtəşəm ayələrdir və Quranın bir xəbərdarlıq kitabı olduğunu hər kəsə duyurmağa çalışıram və siz də həmin ayələri kitabdan açıb oxuyaraq özünüz şahid olun inşallah.